28-ci suala baxırıq. Hansı sırada yalnız 2 sözdə eyni hərf buraxılmışdır? Yalnız 2 sözdə eyni hərf buraxılsın, soruşur bizdən test. A variantı. Buldozer, fotoetüd, xınayaxtı. Hər üçündə D hərfi olmalıdır, buraxılıb. Deməli, burada üçündə eyni hərf buraxılıb. Ona görə bu bizə lazım deyil. A variantını atırıq. B variantında asfalt, güvənc və qəlb. Deməli, hər sözdə ayrı-ayrı hərflərdən istifadə olunub. Yəni, bu şərti ödəmir. Ona görə B atılır. C variantında ambisiya, tramvay, ambulatoriya. Hər üçündə M hərfi buraxılıb. Yəni, burada da üçündə buraxılıb deyə C lazım deyil bizə. D variantında sellofan, pianino, aranjman. Hər üçündə O hərfi buraxılıb. Burada da üçü buraxıldığına görə deməli D kənarlaşır. Və cavabımız ancaq E variantı qalır. Boykot, bariyer və müntəxabat. Deməli, düzgün cavab E variantı. Buraxılan hərflər A, boykot, A, bariyer və Ə, müntəxabat. Deməli, üç sözün yalnız ikisində eyni hərf buraxılıb. Ona görə düzgün cavab E variantı.